Salam aleyküm değerli insanlar. Necəsiz, ne var ne yok. Herkesin tanıdığı bir Lincoln Forte iğnesini təqdim edirəm sizə. Bu ne için vurulur heyvanlara? Hamı bilir. Yani bunu demeye ihtiyac yoktur. Ama belə maraqlı olarsa, yani kimsə bilmirsə də deyərəm bu nədən ötürü vurulur. Amma mən öz təcrübəmə əsasən Lincoln Forte iğnəsini vurdum, effekt ala bilmədim. Amma bu 3 qarşımı istifadə elədim. Bunun hər biri Hollandiya istehsalı olan preparatlardır. 3 dənə maye dərmandır. Bu dərmandan üstün gəldi. Mən demirəm bu dərman zəif dərmandır, yox. Çox gözəl dərmandır, çox keyfiyyətli dərmandır. Hətta deyərdim ki, ölümcül heyvanlarda belə bu nəfəs yolunu təmizləyir. Bunun adətən iş prinsipi, bunun tərkibində bir çox tənəffüs yollarını sağaldacaq kompleksdir, belə deyək. Ağciyər problemi, nəfəs darğınlığı, nəfəs ala bilməyən, ağzı açıb yumulma, büzüşüb dayanır, belə deyək də, yem yemir. Yəni bir çox müalicələri birində birləşdirən dərmandır. Ən çox da bu xırıltı, pıxıltı, xorultu, nə bilim belə fit atma, burundan su axma, burundan su belə dimdikdən deyəndə ağzı axmaq. Bu çox gözəl nəticə verir. Amma dediyim kimi, mən bundan daha yaxşı bu 3 Hollanda istehsalı olan 3 maye dərmanı daha yaxşı bildim və daha yaxşı nəticəni tez zamanda bu verdi. Bəzən heyvanlarda elə bir xəstəlik olur ki, iğnə onu qutara bilmir. Yəni necə deyəlim, bəlkə də kimsə bu iğnədən istifadə eləyib, ona yaxşı nəticə verib. Ola bilsin ki, yüngül xəstəliyi olub, ona görə də daha yaxşı təsir eləyib. Amma bu 3 qarışım ağır olan heyvanları sağaltdı. Hansı ki, mən onlardan əlimi üzmüşdüm ki, o heyvanlar xorultudan, xırıltıdan, ciyər problemindən, yəni tənəffüs yolu ciyərlərindən söhbət edir. Yəni nəfəs alma darğınlığından bu 3 dərman onu qurtardı. Və ən gözəl nəticədə, yəni tilazinin 100%'lığın mentolla qarışdırıb verəndə, o ümumiyyətcə siz onu praktiki olaraq versəz, ayda bir dəfə. 5 gün. İnandırım sizə, sizin heyvanlarda xırıltı, pırıltı, fırıltı, mırıltı heç nə olmayacaq. Və bilirsiniz, gözəl insanlar, xırıltının səbəbləri bizim heyvanları saxlanma məntəqəsində, yəni saxlanma damlarında düzgün heyvan saxlaya bilmədiyimiz üçün, yəni xırıltının adətən bilirsiniz ki, toz torpaq mikropla mənşəili olan bir xəstəlikdir. Yəni xırıltı heyvanlarda belə bir xəstəlik deyil. Artıq ağciyər o qədər o mikrobu qapır ki, dözə bilmir. Onun üçün də heyvanların ən gözəli yerlərinə də təmizliyənə önəm verin. Yerlərin də təmiz olmasına diqqət yetirin. Yəni siz bu iğnədən, bu 3 preparatdan aldınız, vurdunuz. Tamam mı? Heyvan sağaldı. Tamam mı? Heyvan sağalandan sonra siz təkrar onu yenə də həmən o vəziyyətdəki yerdə saxlasaz, o bir ay sonra yenə çözər xəstəliyə. Onun üçün də ən önəmli heyvanların birinci yerin təmizləmək lazımdır. Ondan sonra özlərinə müalicə aparmaq lazımdır. Yəni yenə də qaranlıq nə varsa, qaranlıq nə qalarsa, səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Videonu bəyənib, takip atıb, like qoyub, yorum yazmağı da unutmayın. Mən də əlimdən gələn qədər, bilirsiniz ki, məni tanıyanlar tanıyır. Mən əlimdən qədər seçilmiş, samballanmış, praktiki olaraq öz heyvanlarımın üzərində nəticə aldığım dərmanları paylaşıram. Bugünkü günü bazarda dərmanlar çoxdur. Amma hansı nə qədər keyfiyyətlidir, nə qədər önəmlidir bilinmir. Sağ olun, var olun, Allah razı olsun, təşəkkür edirəm.